Bəli, artıq Pakistanla Hindistan arasındakı gərginlik pik həddə çatır. Yəni bu baxımdan ki, hər iki tərəf narahatlıq içindədir. Pakistan deyir ki, yaxın bir neçə gün ərzində müharibə başlayacaq. Biz bu və digər istiqamətləri danışacağıq və siyasi şərhçi Əhməd Şahidov suallarımızı cavablandıracaq. Əhməd bəy, zəhmət olmasa yaxınlaşın masamızın ətrafında. Hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Xoş gördük. Əhməd bəy, başlayaq birinci ondan ki, Hindistanla Pakistan arasında birdən-birə gərginlik yaşanır və hazırda Pakistandan verilən açıqlamalar onu deməyə əsas verir ki, çox az zaman qalıb müharibənin başlaması üçün. 2-4 gün ərzində deyirdi ötən gün, indi daha konkret saat deyir, 36 saat ərzində baş verə biləcəyini Pakistan tərəfi açıqlayır. Sizcə həqiqətən də böyük bir müharibə astanasındadırmı hazırda bu iki ölkə? Əslində Çinara xanım, Pakistanla Hindistan arasında bu gərginlik yeni deyil. Bu gərginliyin, bu münaqişənin uzun bir tarixi var. Hələ 1947-ci ildə Böyük Britaniya Hindistanı tərk etdikdən sonra bu Kəşmir məsələsi, Kəşmir bölgəsi üzərində Hindistanla Pakistan arasında bir münaqişə yarandı və bu münaqişə son 80 ildir ki, bir neçə müharibələrə gətirib çıxarır. 1948-ci il müharibəsi, 1961-də, 1971 və sonuncu 2019-cu ildə geniş miqyaslı hərbi əməliyyatlar var və bu Kəşmir məsələsi uzun illərdir ki, Hindistan və Pakistan arasında gərginliyə səbəb olub. Hər iki ölkə Kəşmir bölgəsində və sərhədyanı zonada böyük hərbi hissələr, qoşunlar toplayırlar və ötən həftə yenə tərəflər arasında belə bir toqquşma baş verdi. Hindistan tərəfi Pakistanı turistlərə qarşı terror aktı törətməkdə ittiham edir. Pakistan isə bunu qəti şəkildə rədd edir və Hindistanın Pakistana hücum edəcəyi ilə bağlı ciddi bir narahatlıq var. Təbii ki, bu Cənubi Asiya bölgəsində bu gərginlik həm o bölgənin, həm də dünyanın diqqət mərkəzindədir. Çünki uzun ildir davam edən bu gərginlik təkcə Hindistan və Pakistan arasında deyil, onları müdafiə edən dünya gücləri arasında da qlobal bir qarşıdurmaya çevrilib. Məsələ burasındadır ki, Amerika Birləşmiş Ştatları açıq şəkildə Hindistanın tərəfindədir, Hindistanı dəstəkləyir. Düzdür, ABŞ-la Pakistan arasında müəyyən diplomatik münasibətlər, əlaqələr olsa da, amma ABŞ rəsmi şəkildə Hindistanın yanındadır və bunun qarşılığında Çin Xalq Respublikası Pakistanla daha yaxındır və Kəşmir məsələsində Pakistanı dəstəkləyir və bu artıq dünya gücləri arasında bir mübarizə, bölünməyə çevrilir və bu məsələnin BMT Təhlükəsizlik Şurasında həll edilməsi də müşkülə çevrilib. Çünki həm Çin, həm ABŞ Təhlükəsizlik Şurasının daimi üzvləridir və bu baxımdan tərəflər arasında zaman-zaman nüvə müharibəsi ehtimalı yüksəkdir. Hərçənd ki, Hindistan nüvə müharibəsi məsələsində, nüvə məsələsində no first use, yəni birinci nüvə silahından istifadə etməmək öhdəliyi götürsə də, Pakistan bu öhdəliyə imza atmayıb və öz ərazi bütövlüyünə, suverenliyinə və ərazilərinin içərisində bir təhlükə yaranacağı təqdirdə nüvə başlıqlı ballistik raketlərdən istifadə edəcəyini bildirir və son gərginliklər fonunda Pakistan ordusu tam hazır vəziyyətə gətirilib və Hindistanın hücumuna qarşılıq veriləcəyi bildirilir. Bu təbii ki, bütün dünyanı narahat eləyir. Elə Cənubi Qafqazı da, Azərbaycanı da narahat etməyə bilməz. Çünki Pakistan İslam Respublikası ilk növbədə Azərbaycana dost və qardaş ölkədir. Uzun illərdir ölkələrimiz arasında tarixi, siyasi əlaqələr var və unutmaq olmaz ki, 2020-ci il Qarabağ müharibəsində Pakistan bir qardaş ölkə olaraq Azərbaycana yaxından dəstək verir. Bu baxımdan Azərbaycan da narahatlıqla izləyir. Amma digər tərəfdən Azərbaycanın Hindistanla da son illər, son 5-6 ildir ki, daha yaxın münasibətlər var. Xüsusən də iqtisadi, ticarət məsələsində. İstənilən halda Cənubi Asiyada bu münaqişənin artması və hərbi eskalasiya bütün dünyanı narahat edir ki, bu arzu olunan bir senari deyil. Əhməd bəy, elə Pakistanın informasiya və yayım nazirindən açıqlama var. Az öncə biz vurğuladıq ki, yaxın zamanlarda müharibə ola biləcəyi ehtimalı irəli sürülür. İstəyərdim ki, həmin açıqlamayı nəzər yetirək, daha sonra sizinlə detallı şəkildə müzakirə aparacağıq. Pakistan has credible
Hindistanın yaxın 24-36 saat ərzində Pakistana qarşı hərbi əməliyyat keçirmək niyyətində olduğuna dair etibarlı kəşfiyyat məlumatlarına malikik. İstənilən təcavüz aktı qətiyyətli cavabla qarşılaşacaq. Pakistan həqiqəti aşkar etmək üçün Neytral Ekspertlər Komissiyasının araşdırma etməsini təklif etdi. Təəssüf ki, Hindistan ağıl yolu ilə getmədi. Görünür, Hindistan bütün region və onun hüdudlarından kənarda fəlakətli nəticələrə səbəb olacaq qarşıdurma yolu ilə davam etməyə qərar verib. Investigation by a neutral commission of experts to ascertain the truth. Təhdidlər yenə də davam eləyir və Əhməd bəy, bütün bunların fonunda yeni çıxan xəbərlərə də nəzər yetirsək, artıq döyüşlərin başlaması ilə bağlı Telegram kanallarında kadrlar yayımlanır, gecə görüntüləri də var. Biz də az sonra həmin o görüntüləri ekrana gətirəcəyik. Əgər bu gərginlik varsa, az öncə siz də əslində istiqamətləri vurğuladınız. Bu tezliklə, yəni 24 saat ərzində və yaxud da bir neçə saat ərzində artıq real müharibəyə çevrilmə ehtimalını nə qədər dəyərləndirmək olar? Ehtimal yüksəkdir təbii ki, çünki Yəni döyüş əməliyyatları bunu deməyə əsas verirmi? Var, əsas var. Çünki ötən gün ərzində, xüsusən də gecə saatlarında sərhəd bölgəsində qarşılıqlı atışmalar var. Hər iki tərəfdən itkilər qeydə alınıb. Amma bunu böyük, geniş miqyaslı müharibə kimi demək mümkün deyil hələ və mən inanmıram ki və ümid edirəm ki, bu geniş miqyaslı müharibəyə gətirib çıxarmayacaq və eyni zamanda tərəflər arasında nüvə müharibəsinə gətirib çıxarmayacaq. Amma lokal hərbi toqquşmalar mümkündür və bu zaman-zaman baş verməkdədir və belə bir toqquşmalar bugün daha gündəmdədir. Çünki Hindistanın yaxın saatlar ərzində Pakistana hücum edəcəyi, ən azı sərhəd bölgəsində Pakistanın əsas hərbi mövqelərinə hücum edəcəyi və orada bəzi strateji yüksəkliklər var ki, onları nəzarətə götürmək istəyi var. Təbii ki, Pakistan da buna qarşılıq verəcək, amma bu münaqişənin, bu qarşıdurmanın daha geniş miqyaslı müharibəyə çevrilməməsi üçün beynəlxalq ictimaiyyət artıq çağırışlar edir və Çin tərəfindən, ABŞ-dan, Rusiyadan reaksiyalar gəlməkdədir və BMT Təhlükəsizlik Şurası hər nə qədər bu münaqişədə effektsiz olsa da, amma tərəfləri dialoqa səsləyir və həm ABŞ, həm Böyük Britaniya tərəflərə həm də kəşfiyyat məlumatlarında dəstək verir ki, qarşı tərəfin niyyətləri ilə bağlı ki, yəni heç bir halda nüvə başlıqlarından istifadə yol verilməzdir. Bu təkcə Cənubi Asiyada deyil, bütün dünyada həm siyasi, həm demoqrafik, həm də ekoloji təhlükəyə, fəsadlara gətirib çıxara bilər. Əhməd bəy, fikrinizin davamını alacağım, amma istəyərdim ki, elə Pakistan-Hindistan gərginliyi ilə bağlı kadrları səsli şəkildə izləyək. Bəli, gərginliyin olduğuna dair Telegram kanallarında yayımlanan Və əslində həmin o gecə toqquşmaları ki, dediyimiz. artilleriya səslərinin eşidildiyi deyilir. Marş Telegram agentliyi bu məlumatı yayıb. Siz də deyirsiniz, Əhməd bəy, Pakistan vətən müharibəsi dövründə Azərbaycana dəstək nümayiş etdirən ölkələrdən biri olub. Yəni, mənəvi cəhətdən, siyasi baxımdan hər zaman Azərbaycanın haqlı mövqedə dayandığını diqqətə çatdırıb. Hindistan-Pakistan əlaqələrinin bu qədər gərginləşməsi Azərbaycan-Hindistan münasibətlərinə hansı aspektdən təsir göstərə bilər? Ümumiyyətlə, Pakistanla Azərbaycan arasında tarixi bir əlaqələr mövcuddur. Hələ 1940-cı illərdə o bölgədə ekoloji fəlakət, aclıq sürən zaman Azərbaycan insanları öz qızıllarını, varını, dövlətini Pakistan xalqına göndərir və tarix boyu iki ölkə arasında, iki xalq arasında əlaqələr mövcuddur və hələ 1-ci Qarabağ müharibəsi illərindən Pakistan hər zaman Azərbaycana açıq şəkildə qəti mövqeyini, dəstəyini bildirirdi və hərbi, siyasi dəstəyə hazır olduğunu bildirdi və 2020-ci il müharibəsində də biz Pakistanın bu qardaş dəstəyini gördük və Pakistanla Azərbaycan arasında həm siyasi, mədəni, hərbi sahədə əməkdaşlıq var. Pakistanın istehsal etdiyi qırıcı təyyarələr Azərbaycan tərəfindən ixal olunur və digər tərəfdən buna qarşılıq olaraq da Hindistan açıq şəkildə Ermənistana silah dəstəyi verir. Bu həm 2-ci Qarabağ müharibəsində və bu günlərdə də hətta yaxın və uzaq mənzilli hücum raketlərini
təmin eləyir Ermənistana. Təbii ki, bu Azərbaycan tərəfindən narahatlıqla qarşılanır və izlənir bütün bu proseslər. Hər nə qədər də bunu açıq şəkildə, sərt şəkildə Hindistana diqqətinə çatdırılmasa da, amma bu açıq şəkildə izlənilir və Hindistanın Ermənistana silah tədarükü təbii ki, Azərbaycanın milli maraqlarına birbaşa təhdiddir. Amma buna baxmayaraq Azərbaycanla Hindistan arasında müəyyən diplomatik əlaqələr var. Ticarət dövriyyəsi durmadan inkişaf edir. Çünki Hindistan Asiyanın önəmli ölkələrindən biridir. Amma bu heç bir halda Azərbaycan-Pakistan əlaqələrinə xələl gətirmir və xüsusən də Kəşmir məsələsində Azərbaycanın rəsmi mövqeyi Pakistandan yanadır. Azad Kəşmir və ətraf bölgələrin Pakistanın ərazisinə daxil olması və ümumiyyətlə Kəşmir məsələsində Azərbaycan Pakistanın yanındadır. Təkcə Azərbaycan deyil, elə qardaş Türkiyə Respublikası da Pakistanı açıq şəkildə dəstəkləyir və son günlər bu eskalasiya fonunda sosial şəbəkələrdən də biz izləyirik ki, Türkiyədən Pakistana hərbi yük təyyarələri bir-birinin ardınca hərbi yardımlar daşıyırlar. Bu olası bir eskalasiya və hərbi toqquşma zamanı Pakistana qardaş dəstəyidir. Yəni ümumiyyətlə bu nüvə müharibəsi ehtimalı hər zaman gündəmdədir və nəzərə alsaq ki, Hindistan daha böyük orduya və hərbi gücə sahib olsa da Pakistanın müasir silahları və nüvə başlıqları heç də Hindistandan az deyil. Hərçənd Hindistanın uzaq mənzilli raketləri var ki, nüvə başlığı daşıyır, amma Pakistanın da orta mənzilli ballistik raketləri var ki, bu Hindistanın dərinliklərinə qədər strateji hədəfləri vurma gücünə malikdir. Amma istənilən halda nüvə müharibəsi hər iki ölkədən on minlərlə insanın elə ilk saatlarda həlak olmasına gətirib çıxaracaq. Nüvə qışı deyirlər, yəni hava temperaturunun qəfil düşməsi və bölgənin ekoloji təhlükə altına düşməsi deməkdir. Bu heç bir halda arzu olunan deyil. Tək Asiya bölgəsinin deyil, bütün dünyanın bu nüvə müharibəsindən ciddi şəkildə ziyan görəcəyidir və Azərbaycan üçün də həm Pakistanınla mənəvi bağlarımız, qardaşlıq əlaqələrindən başqa, həm də bölgədə artan gərginlik Azərbaycanın iqtisadi, ticari maraqlarına da ciddi təhdid yaradır. Orada orta təhliz dediyimiz ticarət əlaqələri var ki, Azərbaycan o bölgə ilə ciddi iqtisadi, ticari əlaqələrə malikdir və olası bir müharibə zamanı Azərbaycan iqtisadi maraqları ziyan görə bilər. Ona görə heç bir halda belə bir münaqişənin genişlənməsi yol verilməzdir. Hərçənd az öncə dediyim kimi lokal müharibə, lokal toqquşma qaçılmazdır və bugün üçün də bu aktualdır. Çünki Hindistanın yaxın saatlarda Pakistana hücum edəcəyi gözlənilir ki, Pakistan da bu hücumu cavabsız qoymayacaq. Amma istənilən halda ümid edirik ki, beynəlxalq ictimaiyyət bu münaqişənin genişlənməməsi üçün bütün səylərini səfərbər edəcək. Başda ABŞ, Çin, Rusiya olmaqla belə bir müharibənin genişlənməsi, xüsusən də nüvə müharibəsinə gətirib çıxarması əsla və əsla yol verilməz. Əhməd bəy, elə sizin də vurğuladığınız kimi Hindistanın yaxın saatlarda hücuma keçə biləcəyi ilə bağlı ehtimallar var. Hindistanın baş naziri Narendra Modinin də təcili iclas keçirməsi, bəzi tapşırıqlar verməsi bunu deməyə əsas verir. Qısa şəkildə sizin fikrinizcə həmin o təcili iclasda daha çox hansı səpkidə tapşırıqlar verilə bilər? Ümumiyyətlə, yəni bu dəqiqə Hindistan hara qədər gedə bilər? Ümumiyyətlə bu Pakistan-Hindistan sərhədində turistlərə qarşı hücum olub və onlarla turist öldürülüb. Bu Hindistan tərəfi bunu Pakistan xüsusi xidmət orqanları tərəfindən törədildi. Pakistan isə heç bir halda bunu üzərinə götürmür və bildirir ki, o bölgədə fəaliyyət göstərən qeyri-qanuni silahlı birləşmələr var, terrorçu qruplar var ki, onlar tərəfindən həyata keçirilir və bunu birgə komissiya şəklində araşdırılmasını təklif edir. Hindistan isə bunu qəti şəkildə rədd edir və baş nazir Modi də ötən gün təcili iclas keçirərək hüquq mühafizə orqanlarının və silahlı qüvvələrin rəhbərlərini toplayaraq onlara açıq şəkildə hərbi əməliyyatlarda müstəqil qərar verə bilmə səlahiyyəti tanıyıb. Bu o deməkdir ki, Hindistan ordusu hər an
hərbi əməliyyatlara başlaya bilər. Ən azı o sərhəd zonasında, Kəşmir bölgəsində Pakistanın hərbi mövqelərinə hücumlar qaçılmazdır və Hindistanın əsas hədəfi odur ki, o Kəşmir bölgəsində və Pakistanla sərhəd bölgədə əsas strateji mövqelər var ki, onlar ələ keçirilsin ki, bu növbəti mərhələdə Hindistanın hərbi cəhətdən üstünlüyü təmin olunsun. Amma Pakistanın da buna izin verəcəyi gözlənilən deyil, qəbul edilən deyil. Pakistan təbii ki, buna qarşılıq verəcək və son 10 illiklərin təcrübəsini göz önünə gətirsək, belə hərbi toqquşmaların zaman-zaman baş verdiyini və tərəflər arasında itkilərin yaşandığını demək olar. Amma inşallah ki, böyük müharibə 1965-də, 1971-də, 2019-cu ildə yaşanan bu böyük müharibələr yaşanmaz və qısa bir müddət ərzində tərəflər bu məsələnin dialoq yolu ilə həllinə nail ola bilərlər. Əhməd bəy, təşəkkürümüzü bildiririk sizə, minnətdarıq studiyamıza gəldiyiniz üçün. Biz Pakistan-Hindistan gərginliyindən danışdıq və elə yaxın saatlarda Hindistanın hücuma keçə biləcəyi ilə bağlı ehtimallar var. Pakistan tərəfi bununla bağlı həyəcan təbili çalır, həm də Hindistanın baş nazirinin təcili iclas keçirərək bəzi tapşırıqlar verməsi şübhələri biraz da artırır. Gecə saatlarında isə artıq döyüşlərin başlaması ilə bağlı Telegram kanallarında informasiyalar yayımlanırdı. Biz bu məsələni danışdıq.